Sizə çiyin arxası qılavmı birinci növbədə. Sonra qoşqu olaraq, belə deyək, köməkçi trapez əzələsini işlədən bir hərəkət göstərəcəm. Ceyb aparatda bütün bunu işləyirsiniz, 70% bizdə səhv işləyirsiniz. Çünki gətirirsiniz, birimiz qoyursuz, sonra aparatı belə yerinə tamam, sonra təzədən başlayırsınız. Sonra birimiz belə işləyirsiniz, sonra birimizlə belə işləyirsiniz. Bunun qantellə işləmə variantı var. Baskamyanı belə 45 dərəcədə qaldırırıq. Özümüzü otuzdururuq bura. Çatdıq qantelə. Yenə deyirəm ha, Kolemanazada baxıb 200 kilonu götürməyin. Onsuz da onu eləyə bilməyəcəksiniz. Dirsəklər sallandı. Uşaqlar, bir dənə qantelsiz göstərim. Dirsəklər sallanandan sonra bunu belə işləmək olmaz ha. Bu belə işlənməlidir ki, özünüz görəcəksiniz orada fərqi. Çiyinin arxası tam işləsin. Trapezdə qoşulsun. Bunu belə işləyəndə siz daha çox kürək qoşmuş olursunuz ki, çiyinin arxasında çox yük düşmür. Bax, praktiki göstərirəm sizə. Bax, hop, 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 hop. Burada məqsəd uşaqlar, çiynimizin arxa əzələsini işlətmək, yəni belə. Amma siz bunu belə eləsəz, burada avtomatik daha çox kürək işləyəcək. Matı.